Çəksənəcə. Abi sən çəkilişdəsən. Deməli, hörmətli izləyicilər, Masazırın ən hündür ərazisi, Zantape deyilən ərazi, nəmişlik falan yox. Sizə bu gündə 4 otaqlı şəxsi tikili evimizi təqdim edir. Buyurun, evimizi təqdimat edək. Bax, yağış yağıb. Yeri nəmliyini görə bilərsin. Niyə görə? Bax, 20 dəqiqə bundan qabaq güclü yağış yağırdı. Amma bir dənə mən sizə padvanını göstərəcəm. Bax, bir dənə padvanla baxın, zəhmət olmasa. Bax, padvanla bax, qupqurudur. Da bundan artıq nə lazımdır? Çeşmə yeri bir daha hatırladım. Həm Zantepe, həm də ki, Yoncalıq ərazisindədir. 569 nömrəli marşrutqa demək olar ki, məsafəsi 300-400 metr məsafədə yerləşir. Həyət yan sahəsi gördüyüm razısında həyətinə 3-4 dənə maşın daxil olar və ümumilikdə 2 sot yan torpaq sahəsinin üzərində inşa olub. Yolun hündür tərəfindədir. Bax, buradan da görə bilərsiniz. Yolun 100 metrəsi burun tava yoldur. Qalan yol hamısı asfaltdır. Bax, bu yolu görürsünüz yəni ki, yəni burada sel də gəlsin, üz aşağı gedəcək. Yəni burada hündür tərəfinə mümkün deyil gəlsin. Bax, buradan da görürsünüz, sökəkdir. Yolun hündür tərəfindədir. Bax, belə bir gözəl bir evimizin fasadı görünür. Şəxsi tikilidir. Zakas tikili hörmətli kanalizələrimiz. Kombimiz işləh vəziyyətdə, hazır vəziyyətdə. Evimiz həm nəqd, həm də kreditlə satılır. Onu da xatırladım sizə. Evimizin belə bir gözəl bir koridor sistemi hörmətli kanalizələrimiz. Burada sağ tərəfdə evimizin mətbəxi. 1, 2, 3, 4 dənə otaq və solda isə evimizin sanitar qovşağıdır. Bir-bir mən sizi otaqlarla tanış edim. Ən axırda isə evimizin mətbəxi ilə tanış edəcəm sizi. Burası evimizin bir yataq otağıdır. Pəncərəsinin qarşını kəsən bir maynə yoxdur. Burada sol tərəfdə evimizin sanitar qovşağı, yeri istipolla təsis olunub. Və xatırladım ki, pəncərə düşən tərəf, düşməyən tərəf hamısı qoşadaşla inşa olunub. Və burada belə bir geniş bir yataq otağı da burada mövcuddur. Hörmətli kanalizasiya. Evimiz demək olar ki, qismən əşya satılır, qoşadaşla inşa olunub. Və burada evimizin yenə də əlavə olaraq 3-cü otağıdır. Ümumi 4 otaqdan ibarət hörmətli kanalizasiyalarımız. Yaşayışlı evdir. Bir də xatırladım, evimiz zakas tikili evdir, şəxsi tikilidir. Qiymət 97.000 manatdır. Sözsüz ki, real alacağına yəni endirim olacaq. Pul çatmayan insanları cüzü olsa gözləmək olar. Yəni nəqliyyatə də getmək olar hörmətli kanalım. Çünki niyə görə? Mümkün təcili pul lazım olduğunu görə pəncərəsi birbaşa öz həyətinə baxır və sonunda isə mən sizi evimizin mətbəxi ilə tanış edim. Və burada isə evimizin mətbəxidir. Mətbəx də gördüyüm yetərincə genişdir. Burada mətbəx meblindən savayı, yəni burada da stol soru arasından istirahət edə bilərsiniz, nahar edə bilərsiniz. Maşallah, qəşəngdə göyərtili birinciklər pişirilir. Kupçaladır, tam mülkiyyətdir, evin də torpağın tam sənədləri var. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci növbədə siz tanış ola biləsiniz.